İmam Hüseyin əleyhissalam bir dəfə gəlib, ondan sonra gəlməyib. Amma hələ də davam eləyir. Amma bu Yezidlərdən, Muaviyyələrdən o qədər var, indi də var, sonra da olacaq. Ona görə necə Kərbəla hadisəsində Aşura günündə səsküy qaldırırdılar ki, imamın səsini eşitməsinlər, çünki eşidib hidayətə vəsilə olar. Bu günləri görsən imamın məclisində səsi gələnin səsini qoymurlar, istəmirlər çıxsın. Ona görə nəticə etibarı ilə elə orada olanla indiki olan bu münasibətdə olan nəticədə fərq eləməz. Gərək bu günlərin qədrin bilək, bu günlərin doğrudan da qədrin bilək, ömrümüzün baharıdır, ömrümüzün bu intibah dövrüdür. Xoş olsun o şəxsin halına ki, ömrün Allah yolunda, saçını, saqqalını əhl-i beyt yolunda ağara. Ona şərəfdir, ona fəxirdir.